بسم الله الرحمن الرحيم والشمس وضحاها Müslümün balaları. Senar müəllifi Babək Səfixani. Rollarda Cahangir Almasi, Mahmud Cəfəri, Məhəmməd İmrani, Şəmsi Fəzlullahi, Şəhram Əbdüli, Ramin Puriman, Azər Səmavati, Mənişə Deldadə, Əli Tacmir, Əliəsxər Dəryai, Məhəmməd Yeganə, Mahmud Rıza Səbzəli, Seyid Cavad Zeytuni, Əmir Cuşqani, Pəndar Əkbəri, Məhəmməd Əsədi, Sadiq Pədidar, Fətullah Tahiri, Əmir Rıza Zadsurur, Məhəmməd Həssan Arif və başqaları. Quruluşçu operator Abbas Bağiri, səs rejissoru Rıza Keşavərz, səhnə tərtibatı Qəffar Rezai, operatorlar Səid Müctəba Yasini, Mehdi İmdadi, bəstəkar Səid Məhəmməd Mirzamani, prodüser Mahmud Sadiqi, rejissor köməkçisi Kərim Əkbəri, rejissor Səid Müctəba Yasini. O tarafa! O tarafa!
Bu tarafa gel. Ay kız. İki balaca uşağı görmedin ki. Bu tarafa kaçtılar. İki uşaq qaçırdılar. Onları görmədin. Gedək. Sizi niye axtarırlar? Niye sizi qovurdular? Neyləmisiniz ki? Gəl iç. İç yazıq uşaq. Gəl sən də iç. Niye bakırsan? İç. İç. Neçə gündür su içmirsiniz? Bilmirəm. Qorxmayın. Mən sizi incitmərəm. Yarasına baxmaq istəyirəm. Gəl bura. Demədiniz axı, əskərlər niyə dalınıca gəlirdilər? Yaxşı, cavab vermək istəmirsinizsə məcbur eləmirəm. Qorxma, pis niyyətim yoxdur. Deyəsən, həm də açsız, hə? Onda dərdimiz birdir. Elə mən də acım.
Mən yaxşı yeməklər bişirirəm. Elə dadlı halva bişirirəm ki, heç vaxt yeməmisiniz. Hı? Qorxmayın, özgəsi deyil. Amma biz özgəyik, biz. Dedim ki, özgəsi deyil. Onlar kim idi? İki ac və susuz uşaq. Bəs niyə qaçdılar? Bilmirəm. Hə, nə oldu? Yaramaz qızılların parıltısını görməyincə razılıq vermir. 1000 qızıl istəyir. 1000 qızıl, təsəvvür eləyirsən? Yəni sən min qızla dəyirsən? Çox sağ ol. Pis başa düşmə, elə demək istəmirdim. Narahat olma. Artıq məndə o mənlik qalmayıb ki, başqalarının sözlərindən inciyə bilim. Mənim 1000 qızıla layiq olub olmamağımın heç bir fərqi yoxdur. Əslində mənim bir dirhəmim də yoxdur ki, azadlığa mənə ümid versin. Çox yaxşı. Yaxşı? Görürsən ki, hələ qəlblərdən Peyğəmbər nəvəsinin yasını saxlayırlar. Belə olduğu halda sən evlənmək haqqında necə düşünürsən? Peyğəmbər övladını siz küfəlilər öldürmüsünüz, indi də onun üçün yas saxlayırsınız? Bu sözlər qalsın başqa vaxta. Sənin gəlişini çox gözlədim. Gec oldu, evə getməliyəm. Bəs evlənməyimiz necə olacaq? Evlənmək. Mən özü qulam olan kişinin evinə necə gələ bilərəm? O da hansı ev? Yox, Fuley. Nə qədər ki, o azğın, qan içən Harisin yanındasan, mən sənə məxsus olmayan o evə gəlməyəcəm. Əvvəl özünü ondan azad elə. Sonra məndən evlənmək haqqında düşün. Deməli, yol kəsib quldurluq eləməkdən başqa çarəm yoxdur. Özün bil. Özün bil nə deməkdir? Bir də məni öldürdülər, onda necə? Məyər mən uşağım, məni belə sözlərlə qorxudursan? Bu dünyada qoca atamdan başqa heç kimim yoxdur. Əgər səndən qaçsam, qüssədən ürək partlayıb ölər. Bu bir yana. Mən heç kimin kənizi ola bilmərəm. Yaxşısı budur, başqa bir çarə axtar. Hə. Tərpən, tərpən. Hə, tərpən görək. Gəl görək, nə dəllilik eləyirsən, tərpən. Hücrələri bağlayıb, evlərdə oturub yaz saxlayırsınız. Nə olub belə? Düşmənlərdən bəziləri öz əməlinin cəzasına çatıb. Birincisi, bundan sizə nə? Bir də ki, bu, xəlifənin əmridir. Kafirin cəzası elə belə də olmalıdır. Ey İbn Həmran! O kafir dediyin Peyğəmbərin nəvəsidir və bizim müsəlmanlığımız da bir növ onun vasitəsilədir. Sən müsəlman olduğunu düşünürsən? Bəli, Müsəlmanlıq, yası bəhanə elib, qapıları bağlayıb evdə oturmaq, dükanları bağlayıb, qiymətləri bahalaşdıraraq, müsəlman şəhərlərinin iqtisadiyyatını zəiflətməkdir. Deməli kafirsiz. Bütün bunlar ümumilikdə küfrün nişanəsidir. Və hər kəs belə eləsə, əsil kafirdir. Tutun onu! buraxın məni, Uzadın. buraxın! Yağ gətirin. Tövbə eləyirsən, yoxsa səni diri-diri yandırım. Aha, tövbə eləyirəm, tövbə eləyirəm.
De ki, xəlifəyə imanım var. Bizim peyğəmbərin xəlifəsinə imanımız var. De ki, xəlifəyə iman gətirmişəm. Deyirsən, yoxsa başını bədəndən ayırım? Hə, xəlifəyə iman gətirmişəm. Xəlifəyə. Hücrənin qapısını aç. Tez ol! Bəs bu hücrə kimindir? Bu kişinin. Nə işlə məşğulsan? Ətir satıram. Hüseyin İbn Əli üçün bazar əhlindən beyyət alan sən edin? Hər nə olubsa keçib gedib. Əgər keçib gedibsə, bəs nə üçün dükkanın qapısını bağlayıb Hüseyin İbn Əliyə yaz saxlayırsan? Səndə ud da var? Bəli, ud da var. Onda dükkanın yansa küfə ətirlənər. Tövbə edirsən ya küfəni ətirliyim? Mən neynəmişəm ki, tövbə də eləyim? Tövbə eləsən də, eləməsən də fərq eləməz. Bu şəhərə ölüm tozu səpiblər. Küfə ətirlənməlidir. Yandıracam. Neynirsən ay kafir? Bırakın beni! Bırakın! Neynirsən? Eləmə! Xəlifənin düşmənləri ilə əlbir olanların cəzası budur. Ay kafir! Mənim ailəmin ruzisi bu dükkandandır. Bırakın, qazancı ilə məşğul olsun. Eşitmədiniz məni? Atın hücrəsinə, tələsin! Tez! Yox! 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 Yandım! Yandım! Qorxmayın məndən. Hara getdiniz? Dedim axı özgəsi deyil. Mən də dedim ki, özgə bizik. Heyf ki, sıxıntıdayam. Yoxsa sözümə əməl eləyib sizin üçün dadlı bir halva pişirərdim. Onsuz da sözünə əməl eləməyini gözləmirik. Nə yaxşı sözlər deyirsən? Niyə sözümə əməl eləyəcəyimə inanmırsınız? Ona görə ki, sən də küfəlisən. Küfə cəmaatı heç vaxt sözlərinə əməl eləmirlər. Deyəsən ürəyin doludur, oğlan. Küfəlilərdə nə pislik görmüsünüz? Bizim atamızı öldürüblər. İbrahim. Gərək deməyəydim. Atanızı niyə öldürüblər? Hansı ailədənsiz? Atanızın adı nədir? Sizə Allah'a and verirəm, mənə inanın. Hara gedirsiniz? Demədin ki, sıxıntıdasan? Gid öz çətinliklərini həll elə. Biz təkliyə alışmışıq. Siz mənim güman elədiklərimsiz? Nə güman eləyirsən ki? Siz Hüseyin İbn Əlinin qohumlarındansınız? Biz hara, Hüseyin İbn Əli hara? Bəs kimsiz? Əskərlərdən niyə qaçırsınız? Yaxşı, vacib deyil. Hələlik sizi gizlətmək üçün bir yer tapmalıyam. Amma hardan bilmirəm. Qulaq asın. Mən gələnə kimi burada qalın. Nə bayda qamışlıqdan çıxasınız?
Niyə bazardan heç nə almırsan? Ehtiyacım yoxdur ona görə. Bazarın vəziyyətinin düzəlməsi üçün gərək nəsə alasan. Gəl. Mən heç nə almaq istəmirəm. Əl çək. Ya nəsə almalısan, ya da birbaş zindana gedəcəksən. Bir dirhəm. Hey! Siz ikiniz. İbn Həmrandır. Hə, özüdür. Bura gəlin. Axırımız çatdı. Birdən uşaqların əlimizdən qaçdığını deyərsən, ha? Deyirsən, yəni belə ağılsızam? Məyər siz əsirlər olan karvanda deyildiniz? Bəs burada nə edirsiniz? Müslümin uşaqlarını axtarırıq. Müslim? Bəli. Müslim İbn Əql. Əsirlər qaçıblar. Bizi də onların arxasınca göndəriblər. Narahat olmayın. Buraya qədər onların izinə düşmüşdük. Müslim İbn Əql? Düzdür. Tapın onları. Narahat olmayın. Yerin altına da girsələr onları tapacağıq. Bəs nə durub üzümə baxırsınız? Gedin. Amma bu barədə heç kimlə danışmayın. Nəsə bir xəbər olsa, mənlə əlaqə saxlayın. Oldu. Gedək, gəl. Gedək. Hə, Müslüm. Eşitdin? Uşaqların öz ayaqları ilə ölüm tələsinə düşüblər. Hə, Xalidin qızı. Vaxtında gəlmisən. Dil dodağım susuzluqdan qurumuşdu. Atana demişdim axı, səni bulağa su götürməyə göndərməsin. Deyirsən susuzluqdan ölək? Yox, mən avara cavanların toplandığı bulağı deyirəm. Qərara gəldin? Mən qərarımı çoxdan vermişəm. Nə inirsən? Heç. Heç nə. Suyun kənarında 2 ac yetim uşaq gördüm. Onların halına ürəyim yandı. Dedim onlar üçün biraz yemək yaparım. Bulağın kənarında idilər? Bəli. Təkcə onlar idi, yoxsa başqa adam da vardı? Ata, yoldan keçənlər də var idi. Amma onlara ürəyim yandı. Bəli. Yetimlərə yemək vermək savab işdir. Süfrəni ver yetimlər üçün yeməyi mən aparım. Siz aparırsınız? Günahkar atanı bu savaba şərik eləmək istəmirsən? Yox, niyə? Amma onların bu süfrəni sizdən götürməyəcəklərini dəqiq bilirəm. Təəccüblüdür. Ataca, mən düz deyirəm. Amma mən düşünürəm ki, həqiqət sənin dediyin kimi deyil. Mən sənə deməmişdim ki, bir də o qulamla görüşmə? Atacan, mən bu yeməyi o 2 yetim üçün aparıram. Qızım, əgər atanı allatmaq istəyirsənsə, səhv edirsən. Bundan sonra sənə çeşmənin kənarına getməyə icazə verməyəcəm. Bəs o 2 yetim? Mənə nağıl danışma. Özün mənim nağıllarımla yuxuya getmisən.
İbrahim. Ana. Hardadır? Ne olub İbrahim? Bilmirəm ne olub. Ona yaxınlaşırdım ki, birden yuxudan ayıldın, hə? Yuxudaydın? Hə. Ne olaydı bu yuxu davam eləyəydi? Lap bir anlığı da olsaydı. Gel, gel İbrahim. Gel yat. Çetin günlərimiz hələ qabaqdadır. Niye yemirsen? İştahım yoktu. Senin yemeğin ya yememeyin beni fikrimden daşındırabilmez. Her yoldan geçen adamla qohum ola bilmərik. Mən o iki yetime göre narahatam. Belki de indiye kadar oradan çıkıp gidiblər. Süfrəni yığışdır. Korkma İbrahim, korkma. Eğer o lal kız bize yalan demiş olsa, ben onunla ne edeceğimi bilirim. Eğer Müslüm'ün balaları burada olsalar demeli o kız bizi alladı. Onda vay onun halına. Korkma İbrahim, korkma. Rədd olun. Rədd olun. Çıkın gidin buradan. Tez olun. Eşittin? Ha, gitti. Ha, Gitti. Korkma İbrahim, korkma yaxşı. Rədd olun buradan. Çıkın gidin. Bize kömək eləməyə bir kəs yoxdur. Korkmayın. Korkmayın. Ağlamayın. Ağlamayın yaxşı. Əsgərlərdir. Buradan getsək yaxşıdır. Gedək. Tez olun.
Sən ağlayırsan? Kişi ağlamaz. Özü də sizin kimi kişilər. Əsgərlərdir. Gəlin. Gedək. Mənim artıq halım qalmadı. Gedək. Yəqin şəhərə tərəf getdilər. Onları şəhərin küçələrində tora salarıq. Gedək. Hə! Cəhənnəm olub getdilər. Oturun. Açsız, ha? Nə qədər vaxt var? Bir tikə çörək yiyin ki, qaçmağa halınız olsun. Sözləriniz məni çox düşündürdü. Siz adi ailədən olmamalısınız. Kimsiz? Ananız sağdır. Bir söz deyin. Əgər fikirləşdiyim kimi Hüseyin İbni Əlinin qohumlarındansınızsa, İbni Həmran qanınıza susayıb sizə rəhm eləməyəcək. Canınız təhlükədədir. Mənə deyin ki, çarə yol axtarım. Kimsiz? Atanız kimdir? Burada nə edirsiniz? Bunları bilməyin nə faydası var axı? Faydası var. Bəlkə sizə kömək eləyə bildim. Demədin çətinliyin var? Bu şəhər çətinliyə düşmüş insanlarla doludur. Hamı öz işinin dalınca qaçır. Heç kimin əlindən də bir iş gəlmir. Bəlkə sən biləsən, niyə Küfə cəmaatı gözlənilmədən Yezdin tərəfinə keçdi? İlahi, necə də qorxusuz danışırsan. Kim olduğumuzu deyin, sizə kömək eləyim. Əgər həqiqətən bizə kömək eləmək istəyirsənsə, İbrahim, qardaşım, narahat olma. Əgər həqiqətən bizə kömək eləmək istəyirsənsə, bizi Qazinin evinə çatdır. Qazinin evinə? Şureyh Qazinin? Qəribədir. Həm əskərlərdən qaçırsınız, həm də gecə yarısı Qazinin evinə getmək istəyirsiniz. Sən onların şəhərə gəldiyini dəqiq bilirsən? Bilmirəm. Bəs niyə dedin ki, şəhərə getdilər? Mənə belə gəldi.
Ata? 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 Bu gece yarısı ne olup belə? Qonağın var. De sabah gəlsinlər. Deyirlər Müslüm İbni Əqilin qohumlarıdır. İndi qonaq qəbul eləmək vaxtı deyil. De sabah gəlsinlər. Danışaq. Müslüm İbni Əqil. Müslim İbn Əqil? Müslüm özü yox. Deyəsən onun oğlanlarıdır. Müslimin uşaqları? 10-12 yaşları olar. Mən yuxu görürəm, yoxsa oyağam. Əgər yuxudasansa, onda oyan. Mən yuxuda deyiləm. Toz torpaq içində 2 oğlan uşağının gəlib, Müslümün oğlanları olduqlarını iddia eləmələri düzdür. Onlara neynəmsən? Qonağa neynəyərlər? Həyatda gözləyirlər. Ay ağılsız övlad. Bu nə işdi görmüsən? Onları niyə mənim evimə buraxmısan? Niyə? Ha? Qapını onlara təliyə açıb, mən yox. Təliyə. Ağılsız kəniz. İndi neyniyim? Ötürüm getsinlər? Yox. De gəlsinlər. Baş üstə, əmir, qazilər qazisi. Get. Müslüm İbn Əqilin oğlanları Kufədə mənim evimdə burada neynirlər? Müslüm İbni Əqilin oğlanları. Əzizlərim. Əmican, Sənin adın nədir oğlum? İbrahim, İbrahim. Nə yaman böyümüsən İbrahim? onlar hamını öldürdülər. Əmimizi də, Əbdullahla Əkbəri də öldürdülər. Çadırları yandırdılar, qadınları döydülər, hamını öldürdülər. Hamını Əmican, Siz Kufədə neynirsiniz? biz qaçdıq. Hardan? Karvandan? Əsirlər karvanından? Oradan necə qaça bildiniz? Onlar neçə dəfə İbrahimi döydülər. Biz də qaranlıqda imkan tapıb qaçdıq. Qaçdınız. Bəs fikirləşmədiniz ki, hara pənah aparacaqsınız? Bu şəhərdə Übeydullahın düşməninin övladlarına yer yoxdur. Yox. Siz bizim atamızın dostusuz. Hə, elədir. Elədir. Mən sənin atanın dostuyam. Deməli, əsirlər karvanından qaçmısınız. Sizi kimsə izləmirdi ki? İzləyirdilər, amma bizə çatmadılar. Bəs mənim evimi necə tapdınız? Necə gəlib bura çıxdınız? Bizim üçün yeməyə gətirən bir qız sizin evi bizə göstərdi. Qız? Hansı qız? Biz onun adını bilmirik. Amma narahat olmayın. Bu sirri heç kimə deməz.
Sizin mənim yanıma gəldiyinizi başqa adam da bilir? Yox, Əsəd, qalx. Təliyə de ki, yataq hazırlasın. Qoy bunlar biraz yatıb dincəlsinlər. əmican, əgər istəsəz biz buradan gedərik. Gedərsiz? Hara gedərsiz? Bu şəhərdə sizə yeri yoxdur.